Elhamdülillah və salatu və salamu alə Rasulillah və bə'd. Deməli, qardaşlar, ən böyük ibadətlərdən biri də ümrə etməkdir. Ümrə etməyin böyük savabı, böyük fəziləti gəlmişdir hədislərdə. Bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, iki ümrə arasında olan günahlara kəffaradır, qəbul olunan haccın qarşılığı cənnətdən başqa bir şey deyildir. Deməli, bu hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm bizlərə buyurur ki, yəni, ümrə günahları bağışlayır, günahları silir, günahlara kəfarədir. Bu bir müsəlman üçün bir fürsətdir. Allah Teala səni bağışlamaq istəyir. Allah Teala sənin günahlarını daha xeyirli əməllərlə əvəz etmək istəyir. Bu sənə bir şansdır. Bunu istifadə elə. Başqa bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, ümrəni və həcci çoxaldın. Ümrəni və həcci çoxaldın. Çünki bunlar, bu əməllər insandan günahları bağışlayar, günahları af edilər və o insanın kasıblığını aradan qaldırar. Subhanallah. Baxın, bu hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm daha belə bir fəzlət bizə deyir ki, həm günahları bağışlanır, həmçinin Allah Teala nə edər? Onun kasıbçılığını aradan qaldırır. Deməli, qardaşlar, təbii imkanı olanlar bu fürsəti qaçırmalı deyil, etməlidir. İmkanı olmayanlar da düşünməsin ki, ümrə etsələr daha kasıblayarlar. Ümrə etsələr daha işləri yanlışa gedər. Belə düşünməsinlər. Allah Rasulü sallallahu aleyhi və səlləm nə deyir? Ümrə etmək insanın kasıbçılığını aradan qalır. Bu Allah Teala'nın verdiyi